Birinci gecə filan kəs gedir. Səhərəcən yalvarır, İmam Zaman. Bir xəbər yoxdur. İkinci gecə filan kəs gedir. İmam Zaman. Xəbər yoxdur. Üçüncü gecə filan kəs, həmən o alim ağlayır İmam Zaman. Bizim başqa qapımız yoxdur, bizim başqa ağamız yoxdur, bizim başqa dərdimizi deyəcəyimiz yoxdur. Sən bizim sahibimizsən, sən bizim yiyəmizsən. Sən gəlib bizi bu problemdən, bu çətinlikdən çıxartmasan, bizi kimsə gəlib bu dərddən, bu problemdən çıxarda bilməz. Biz ağır bir dönəm yaşayırıq, çətin bir dövrandır. Bir nəfər yaxınlaşır, deyir, ay filan kəs, niyə belə ağlayırsan, niyə belə səbirdən çıxmısan? Nə işin var İmam Zamanla? Bu deyir, ay cavan, sənin işin olmasın, mənim hacətim var, get, əgər səninlə mənimlə bir işin yoxsa, sən də çıx get buradan, dayanma yanımda. Deyir, filan kəs, mən sənin imamınam. Sən gecədən məni çağırırsan, mən sənin imamınam. Gəlmişəm. Deyir, əgər doğrudan sən mənim imamımsan, deyilən, niyə ağlayıram burada? Bu qaydir deyir ki, bəs sən həmən onlar məsələsinə görə gəlmişsən, ona görə ağlayırsan. Düşür əllərindən öpür, ayaqlarından öpür ki, mənim sahibim. Pis vəziyyətdir, vəziyyət ağırdır. Niyə gəlib kömək eləmirsən? Niyə köməyimizə çatmırsan? Deyir, sən niyə 3 gün vaxt verdin şaha? Desəydin bir günə cavabı verəcəyik, elə həmən gün gəlib cavab verə. 3 gün vaxt qoydun. Şəkkin var idi mənə. Ya inki özün haqqında bilmirsən, hər iş üzü çevirən mənəm. Yəni bu imanda, bu etiqadda olasan, hər işi çevirən İmam Zamandır. Niyə 3 gün vaxt qoydun? Ona görə 3 günə gəlmiş. Ged şaha, şahın yanına get. Denən sənin sualını, cavabını vəzirin evində verəcəyəm. Amma qoyma vəzir səndən qabaq girsin evə. Vəzir nə bağda səndən qabaq girək evə. Evə girərsən, vəzirin otağına girdin, sol tərəfə dönərsən, bir taxça var, taxçanı aç, cavab oradadır. Gəlir, daxil olur və gəlir şaha deyir ki, bəs sualın cavabını vəzirin evində verəcəyəm. Amma vəzir bizdən qabaq girməməlidir və vəzirə denən bizdən sonra girsin evə. Gəlirlər, daxil olurlar evə. İçəri girəndə otağına sola dönür, görür, bəli, taxça var. Taxçanı açır, görür, taxçanın içində neçə dənə qəlib var. Qəlib. Qəlbin içində o sözlər yazılıb. Qəlibi bağlayır, nar balaca olanda ağaca. Nar içində böyüyə-böyüyə o qəlbin içindəki yazılar hopur nara. Hopur nara və bu sirri faş eləyir İmam Zaman Əcəlallah Teala Fərəcəhu Şərif ki, müraciət olunsun ona hər dəqiqə.